Əziz dostlar, ehtimal məsələləri. Ehtimal məsələləri imtahana demək olar ki, bir ya iki dənə sual düşür. Əslində belə o qədər də çox çətin deyil. Ekranı yazmayın zəhmət olmasa, cavan oğlanlar. Çöllüyünüz, baylığınız olsun. İndi, ehtimal məsələləri əslində bizə o deyir, e, məktəb vaxtı öyrədilən bir ehtimal məsələləri ilə bağlıdır. Düzdür. Məktəb vaxtı öyrəndiklərinizi unuda bilərsiniz. Çünki mən sizə elə bir üsul deyəcəm ki, heç bir şeyə ehtiyac olmayacaq. Birinci məsələ, bax, baxıram nəyə? Birinci, burada bir cümlə yazılıb. Bu cümləni oxusun bizim üçün Telli Eyvazlı. Salam. Buyurun, nə yazılıb orada? Salam müəllim. Ə, Tamam. Bu işarələdiyiniz Bəli. hamısından biri olanda topla, hərəsindən biri olanda vur. Ayşə. Bax, mən özüm qəsdən, bu normalda özüm də oxuya bilirəm, amma prosta ki, onu yoxlayıram ki, bir şeydir də, o deyir, sınandınız və sınavı keçdiniz. İndi, məsələ nədir? Bax, hamısından biri olanda topla, hərəsindən biri olanda vur. Bax, bu nə deməkdir? Məsələn, bax, baxıram, ehtimalda bir sual tipləri çoxdur. Bizə nə deyir? Deyir ki, bax, 2 cüt boz, 3 cüt ağ, 4 cüt qara ayaqqabısı olan bir adam evdən çıxarkən neçə fərqli şəkildə ayaqqabı seçim edə bilər? Bax, bu nədir? Bu hamısından Topluyorum. biridir, yoxsa hərəsindən biridir sizcə? Hansıdır bu? Hamısından biri. Bu hamısından biridir. Bu nə deməkdir? Yəni ki, belə deyək, bax, hamısı ayaqqabıya aiddir də, hamısı ayağa geyinilən bir şeydir. Bu hamısından cəmi bir. Elə bil ki, deytə gedirsən, açırsan şkafı, baxırsan ki, sənin 2 dənə boz, 3 dənə ağ, 4 dənə də qara ayaqqabın var. Sən bir dənə ayaqqabı seçməlisən. Ona görə bu adlanır hamısından biri. Hamısından biri olanda nə idi? Hamısından biri olanda baxın toplama idi. Hə, əgər hərəsindən biri olanda isə vurmadır. Burada toplayırsan 2, 3, 4 və toplayırsan olur cavabımız 9. Bu olur belə. Aha. İndi baxıram misal üçün 5-ci suala. Bizə nə deyir? Vüsalın 4 şalvarı, 6 köynəyi və 3 cüt ayaqqabısı var. Bu hamısından biri olar, yoxsa hərəsindən biri? Hərəsindən biri də onda vuracaq da. Elə Bəli. açıqlamada yazıb da hərəsindən biridir. Ayşə, hər kombinasiya, yəni mütləq hərəsindən. Çünki şalvar götürüb, köynə götürüb, ayaqqabısı çıxa bilməzsən çölə. Burada hərəsindən biridir. Bax, vurursan bir-birinə. 4, 6 və 3. Bir-birinə vurursan. Yəni 4 dənə şalvardan bir dənəsini seçirsən, 6 dənə köynəkdən bir dənəsini seçirsən, 3 dənə köynəkdən 3 ayaqqabıdan da bir dənəsini seçirsən. Yəni bu əsas qayda odur ki, hamısından biri olanda vur, hərəsindən biri olanda, hamısından biri olanda topla, hərəsindən biri olanda vur. Bu qədər sadə. İkinci məsələ. Məsələn, biz ümumiyyətlə ehtimalı məktəb vaxtı aranjman və kombinzonla işləmişik. Burada amma ehtiyac yoxdur. Bax, misal üçün bu nədir? Burada əsas məsələ biz bunları nöqtələmə üsulu ilə eləyirik. Deyir ki, 6 nəfərlik bir yarışda ilk 3 yer neçə müxtəlif formada tutula bilər? Və sən 3 nəfər adam seçməlisən 3 yer üçün. 1, 2, 3. Birinci yerə neçədən namizədin var əlində? Sənin birinci yerə namizədin 6 nəfərdir, düzdürmü? 6-sından birini seçəcəksən. Yəni 6 adamdan birini tulladın bura. Yerdə nə qədər qaldı bu birisi üçün? 5 dənə qaldı. 5 dənəsindən birini yazdım bura, o birisindən də qaldı 4 dənə. Yəni azalda gedirsən. Axırda da ehtimalları bir-birinə vurursan, cavab olur 120. Yaxud misal üçün bu sual qəbula necə düşüb? Deyir ki, Mina və 2 rəfiqəsi hərəsinə 3 dənə velosiped var, 3 dənə padruqadır elə bil. Bunlar velosiped sürmək istəyirlər. 3 nəfər adam deyil, yazıram 3 dənə. Birinci adamın neçə dənə velosiped Mina ayrı seçmə şeydir şansı var? müəllim. Bəli. Mina ayrı şeydir. Mina şeydir. Mina elə qızın adıdır da. Deyir ki, Mina və 3 rəfiqə, 2 rəfiqəsi, 3 nə idi? 2 rəfiqəsi.
Mina və ya Mina adam addır burada. Mina və iki rəfiqəsi e, 3 dənə velosiped var, hərəsi bir velosiped seçməlidir. Mina, Mina, bir dəqiqə, vurğu düz deyil. Mina, nəsə də yaxşı, olsa Kənan müəllim. Kənan Mina müəllim və olar, üç yəni rəfiqə. Mina olar. Mina. Hədə Kənan müəllim olsun, Mamed müəllim, fərqi yox. Yəni bir qız və iki dənə digər bacısı. İndi birinci qız üçün neçə dənə velosiped seçimi var? Birinci qız üçün 3 dənə velosiped seçimi var. Üçündən birini seçəcək. Seçdi. O birisi qıza 2 dənə seçim qalır. Bu birisi qıza bir dənə seçim qalır. Əlna ehtimalları bir-birinə vurursa olur 6. Biz ehtimalı bax belə hesablayırıq. Seçimləri. Misal üçün bax burada. Sən şirkət açmısan, sən bir nəfər müdir seçməlisən, bir nəfər də müdir müavini. Müdir və müdir müavini seçməlisən. Müdir və müdir müavini seçməlisən. İndi 7 dənə adam deyil. Birinci nəfər adam üçün, birinci üçün 7 dənə ehtimalım var. 7-sindən birini seçdim. İndi ikinci yerə 6 dənə adam vardı ehtimal. 7-ni 6-ya vurursan olur 42. Yəni birinci seçimin 7 nəfər arasından olacaq. Birini seçdim. İkinci seçimim isə 6 nəfər arasından olacaq. Olacaq belə. Bu ehtimalı biz adətən bu cür hesablayırıq. Bir də bizdə bu cür suallar var. Bu cür suallarda məsələ nədir? Deyir ki, A, B, C, D, Y, F hərflərindən mənalı və mənasız neçə müxtəlif söz düzəltmək olar? Deyir ki, hərflərin hamısı iştirak etməlidir. Bunu necə hesablayırsan? Bax, bu normalda 6 dənə hərf deyil, normalda 6 dənə dama çəkərsən. Birinci yerə 6 dənə hərfdən birini yazacam. Yəni 6 dənə seçimin var. İkinci yerə 5 dənə seçimin var. Sonra 4 dənə, 3 dənə, 2 dənə, 1 və 1 dənə. Bunları bir-birinə vurursan normalda. İndi bunu Ravin olar o, düzdür. 6 faktorial 1, 3 faktorial olar. Zaten riyazi üsulu odur. Bunu belə keçə bilərsən. Amma bunun qısa yolu nədir? 6 dənə hərf deyil, proma cavab olur 6 faktorial. Bu da bizə nə verir? 6 vur, 5 vur, 4 vur, 3 vur, 2 vur, 1. So, cavab olur belə. Yəni o da eləyir 726 faktorial. Bu sadəsidir. Niyə? Çünki burada belə deyək də 6 dənə hərf var, hamısı da müxtəlif hərflərdir. Misal üçün desə bizə ki, məsəl üçün məsələn atıram Babayeva. İndi Babayeva kimi söz verirsə bir dənə, bax Babayeva sözündə 8 dənə hərf var. Yazıram 8 faktorial. 8 3 faktorial. faktorial bölü 2 faktorial. Bəli. Bölgüdə. Bax 2 dənə B var da məndə, düzdürmü? Bölünsün 2 faktorial. Təkrarların faktorialına bölürsən, vurulsun. 3 dənə də A var axı. 3 faktorial. Aydın eyni hərflərin faktorialına bölürsən. İndi bərabərdir. Bu eləyir bizdə. 8 faktorialı açarsan. 8 vur, 7 vur, 6 vur, 5 vur, 4 vur, 3 vur, 2 vur, 1. Lap axıra qədər açıram. Bölünsün. 2 faktorialım 2 eləyir. 1 vur 2. 3 faktorialım da eləyir. 3, 2, 1. Bax bu 3, 2, 1-lər getdi. 2 ilə də 4 getdi. Burada qalır 2 dəfə. Yəni nəsə. 7 vur 8, 56-nı vurursan 30-a, vurursan alınan cavabı da 2-yə olur neçəsə. Bax, eyni hərflər olanda belə olur. Məsələn, imtahana bir dəfə düşüb kəpənək sözü, bir dəfə də düşüb Ramazan sözü. Kəpənək sözündə kəpənək 7 dənə hərf var. 7 faktorialı bölürsən, kəpənək sözündə 3 dənə ə var. 3 faktoriala, 2 dənə də Q var, 2 faktoriala. Bax, ehtimal bunu hesablayırsan bu formada. İndi, misal Müəllim, bəs üçün, sözün biri 2, biri bəli, sözün biri 2, biri K kimi tələffüz olunsa, yox, onu da fərqi eyni yoxdur. götür. Fərqi yoxdur. Onun fərqi yoxdur. Yəni biz burada hərflərlə işləyirik, səslərlə yox. Onun fərq eləmir. Misal üçün, bax, indi, məsələn, bax burada, 11-ci sual, bizə nə deyir? Metroda yanaşı şəkildə 5 boş yer var. 5 nəfər həmin boş yerlərdə neçə müxtəlif üsulla əyləşə bilər? Olur 5 faktorial. 5 Çünki budur faktorial. söhbət. Söhbət burada budur da, necə deyərlər? 5 dənə boş yer varsa, birinci yerə 5 dənə adamdan biri oturacaq. Biri oturdu, o birisinə qalır 4, o birisinə 3, o birisinə 2, o birisinə 1. Bir-birinə vurursan, ya da ki 5 nəfərin yer dəyişməsi olur 5 faktorial.
5 nəfərin yer dəyişməsi 5 faktorial olur. Bax, yəni n nəfər adam bir sırada düzülərsə, belə deyək də, n nəfər adam bir sıra üzrə düzülərsə, bu olur n faktorial. Bax, bunu yazmışam mən burada. Baxın, adi sıra ilə n nəfər adam düzülsə sıraya, düstur olur n faktorial. Əgər sənə dairəvi masa versə, düsturum olur n çıxılsın 1 faktorial. Yəni, məsələn, desək ki, 7 nəfər adam e, dairəvi masada əyləşir, onda olur 6 faktorial cavabın. 1 çıxıb faktorialını yazırsan. Ondan sonra. Misal üçün, bax burada 6 nəfər deyil, cavab olur 5 faktorial. O da promo verir bizə 120. Bir də var bizdə rəqəm sualı. Rəqəm sualı. Bax, bunlara diqqətlə baxın. Məncə bu il bundan düşə bilər imtahana. Çünki bu sual çox aktual sualdır hal-hazırda. Dövlət qulluğu imtahanına da təzəlikdə düşmüşdür. Nədir burada məsələ? Bax, yalnız 2, 4, 5, 6 və 9, 5 dənə rəqəm veribdir. Yalnız bu rəqəmlərdən istifadə eləməklə rəqəmləri fərqli olan neçə 3 rəqəmli ədəd düzəltmək olar? 3 rəqəmli ədəd demir. 1, 2, 3 dənə xətt çəkirəm. 3 dənə xətt çəkirəm. O necə deyərlər? İndi, bax, mən nə edirəm? 3 dənə xətt çəkdim. Birinci yerə yazmağa neçə dənə şansım var? Neçə dənə seçimim var birinci ədədin yerinə qoymağa? Baxıram ki, 5 dənə ədədim var da. Birinci yerə 5 ədəddən birini yazacağam. İndi, bəs ikinci yerə neçə dənə seçimim var? Artıq 4 dənə. Çünki bir dənəsini istifadə elədim bunların da, bura qoydum. İkinci yerə 4 dənə, üçüncü yerə də 3 dənə. Yəni belə. Bir-birinə vurursan, olur cavabım 60. Yəni bax, bu cür suallar bu cür ifadə olunur. Çünki bax, məsələn, birinci yerə 5 ədəddən birini tutalım. Bu 5 bu arada, bu 5 deyil. Bu 4, bu 4 deyil. Ha, bunların saylarıdır. İndi biz nə edirik? Bax, misal üçün, bizə deyir ki, növbəti sualda. Bayaqki sualda rəqəmləri görürsünüz, fərqli olan deyirdi. Rəqəmləri fərqli olan. Amma bu sualda rəqəmləri nə deyir? Bax, yalnız 5 dənə ədəd verir. Bu rəqəmlərdən istifadə edir. Neçə 3 rəqəmli ədəd? 3 rəqəmli ədəd demir. 1, 2, 3. Bax, deyir ki, rəqəmləri Bəs bu da təkrarla. 625 değildi şey. Bu 125-dir, bəli. Hə, Rəqəmləri, 125. hə, 125. Rəqəmləri təkrarlana bilir deyəndə, bax, birinci yerə 5 ədəddən birini yazacağam. 5 dənə şansım var. İkinci yerə yenə 5 dənə ədəddən yaza bilərəm də. O birisinə də 5 dənə. Çünki bunu niyə azaltmıram? Bayaq niyə azaldırdım? İstifadə elədiyimi çıxırdım. Amma bunu azaltmıram. Çünki buna ehtiyac yoxdur. Çünki rəqəmləri təkrarlana bilər. Ona görə 5 vur 5 vur 5. Olur cavabım 125. Misal üçün, bax, bu sualların bir çətin forması sıfırın olması ilə bağlı olur. Bu nə deməkdir? Yenə 3 rəqəmli ədəd demir. 1, 2, 3. 1, 2, 3. Bax, indi nə edirik? Neçə dənə ədədim var? Normalda rəqəmlər fərqlidir. Bax, normalda 6 dənə ədəd yoxdur. Yazardım normalda 6, 5, 4. 6, 5, 4 yazardım. Ama sıfırdan ədəd başlamır. Bəli, A-şu. Amma burada sıfırdan ədəd başlamır. Birinci yerə 6, bax, həmişə belə olanda belə yazın normal şəkildə 6, 5, 4. Burada 6 dənə ədəd var da, hə? Mən 6 dənə ədədin 6-sını da birinci yerə yaza bilmərəm. Çünki birinci yerə 0 yazmaq olmaz. Bunu 6 yox, pozub eləyirəm 5. Yəni olur 5, 5, 4. Bir-birinə vurursan olur 100 dənə. Tamam, çünki birinci yerə heç vaxt 0 yaza bilməsən. 0-dan ədəd başlamır. Misal, deyirsən ki, misal, Niyə bir soruşursun. 5-5-4 Bəli. elədi? Niyə 5-5-4 elədi? 5-4-3 olmalı deyil. Yo. Bax, indi tema nədir? Səbəbi nədir? Bax, burada 6 dənə ədəd var, hə? Birinci Bəli. yerə 6 ədədin bilsən də 5-ni yaza bilərsən. 0-dan başqa hamısını. Aha. Deməli, bunu yazdıq. Bax, Ama ikinci yere 6 sıfır yazabiliyorum. Ayşə, uca bax, birinci yerə 0 yaza bilmirdim də. 5 ədəddən birini yazdım. Tamam, bura yazdım 7 rəqəmli. Bax, bunu sildim. Uca 0-ı ikinci yerə yaza bilərəm axı. Düzdür? Aha, başa düşdüm mən. Uca 0-ı bayaq yazan verdim. Uca indi gəldi yazdım. Bildim. Çox sağ olun. Ya, bəs birdən birinci ədəd, ikinci ədəd, bəli. O ona gələcək Ayşun. Ona gələcək o hissəsinə. Biz indi nə edirik?
Bax, dedi ki, bunu bir dənə də deyim, 3 rəqəmli demir 1, 2, 3. Normalda 6 nədə deyil, 6, 5, 4 yazardım. Amma bura 6 yox, bunu bir vahid azaldıb eləyirəm 5. Çünki bura birinci yerə 0 yazan mənəm, amma 0 ikinci yerə yazma olur. Deməli, nə edirik? Bax, burada isə bax, yenə bu dəfə 4 rəqəmli ədəd deyir. Bax, 4 rəqəmli ədəd demir. 1, 2, 3, 4. Normalda 5 dənə ədədim var da. Yəni yazardım normalda belə 5, 4, 3, 2. Axı birinci yerə 5 ədədin 5-ni də yaza bilmərəm. Çünki burada 0 var. Ona görə bu 5-i bir vahid azaldıb eləyirəm 4. Yəni 4, 4, 3, 2. Bir-birinə vururam, cavab olur 96. Aydındırmı? İndi. Bax, bunun bir də təkrarlanan versiyası var. Bu nə deməkdir? Belə deyək də. Yenə 3 rəqəmli demir. 1, 2, 3. Bax, bu dəfə rəqəmləri təkrarlana bilən deyir. Bax, 6 dənə ədəd yoxdur. Normalda yazardım 6, 6, 6. Hamısı təkrarlana bilər axı. Burada indi nə edirəm? Bax, birinci yerə 6 ədədin axı 6-sını da yaza bilmərəm mən. Çünki 6 ədədin biri 0-dır da. Ona 5 görə bu 6 6-nı 6 pozub yazarım. eləyirəm 5. 5, 6, 6. Düzdür? Bəli. Ay, bəli. Bir-birinə vurursan olur 180. Bu olur belə. İndi bunu başa düşdünüzmü? Gəlin sizə bir dənə kral bir dənə sual verim. Görüm o sualı ilk dəfə sizə eksklüziv olaraq göstərirəm bu arada. Xeyir ola. Ha? Nə bilim, lənət olsun içimdəki Sizdən insan sevgisinə. qurtulmasaydım. O deyir, mən bu ürəyimlə bacarmıram ki. Bəli. Siz sınağı deyəsən buradan salırsınız, hiss elədim ki. Bu məntiq kitabıdır. Bunu özüm yazmışam. Öz əllərimlə, kəndi parmaqlarım. İnanıram Bəzi sizə. sualları buradan salmışdım. Bəli. İçimdən gəldi. Bax, indi bu sualı diqqətlə fikirləşin. Səsli deməyin, cavabı çata yazın. 2 dəqiqə vaxtınız var. Oturun fikirləşin. Məndə çat açılmır axı. Mən neyniyim? Niyə? Yaza bilmirəm, açılmır. Boy. Cavabı tapmısınız? Hə. Yəni, Ürəyim partladı. heç də deməyəcəm. Qoy ürəyim partlasın. Aha. Burada Düzdür cüt söhbəti Fatma. var, değil Buyurun. mi? 2 4 Ha? 6 deyil. Və 2 4 yox, 6 olar mı 0, burada? 0, 0. Axı 0 da ola bilər. Cüt deyil axı. Bəli. 0 cüt deməli. 0, Sualı axı bölürük ikiyə. ədədin sonu 0-la bitəndə şey olur da, Hə, hə, cüt olur da. düzdür, ola bilər. Onda 4 Cavabı dənə. bölürük ikiyə, yarısını Ayşə, da. bayaq düz yazmışdınız da. Mənim onda olacaq 3 4 2 də. Qaqa 3, 3, 4, 2 nədir? Yox. 2 4 6 bir də 0. Hə, yəni nə olacaq? Birinci 0 yaza bilmirik. 3 dənəsini yazacaq. İkincisində 4 dənə, o birisində də 2 dənə.
Niyə 3 dənə? 6 dənəsini yaza bilərəm ədədlərdən. Mən Düz. sualın şərtinə səhv etmişəm. Hə, düz. Cavab 144-dür, əziz dostlar. Ona görə ki, bizə nə deyir? Neçə Mən 3 deyim, rəqəmli? Bəli. Demək ki, sıfırdan başlamaz. 6 dənə ehtimalımız var başlanğıc üçün. Son üçündə 4 ehtimalımız var. Sonra ikinci gələnində ki, yenə 6 olma ehtimalı var. Çünki sıfırdan ikinci ədəd ola bilər. Bəli. Bunu siz qarışıq dediniz. Əslində düzdür, yəni düzdür tapmaq olar, problem yox. Normalda belə deyək də. Bax, 7 dənə ədəd yoxdur. Mən bura normalda belə deyərdim də məsələn. 7 6 5 deyirdi. Yadınıza gəlir də bu 7-ni pozub eləyirəm 6. Olardı 6 6 5. Bu dəfə bax bəli, 7 ədədin bir dənə 0 yazan mənəm də əvvələ. Bura olur əvvələ 6. Bunu yazdıq. İndi ikinci ədəd yenə 6 olur da. Bayaqki söhbət 7 6 deyirdim, sonra olurdu 6 6. Çünki 0 ikinci yerə yaza bilərəm. Bir dənə deyir ki, baxın cüt ədəd. Sonu cüt ədəd verməlidir. Yəni ya 2, ya 4, ya 6, bax sonu 0-la da bitə bilər də. 4 dənə də ehtimalım burada var. 6 6 4 olur. 36 vur 4 olur 144. Bəli, 144 yazanları təbrik eləyirəm. Səsiniz ucalardan gəlsin. O da uca gəlsin ki, heç kim eşitməsin. Bu olur bir dəfə. Ən çoxu bir dəfə istifadə etmək nə o deməkdir ki, hər rəqəm bir dəfə olmalıdır. Hər rəqəmdən bir dəfə istifadə eləməlisən. Zarafat edirəm təbii ki. Ciddiyə almayın. Hər birindən ən çox bir dəfə istifadə edə bilərsən. Bu olur belə. Çünki məsələn burada normalda əgər 0 olmasaydı yazardım belə 7 6 4. Burası 7-ni birincini bir azaldırsan. Sadəcə niyə 0 var deyənə. Düşünürəm ki, bununla bağlı bir o deyir sıkıntınız olmaz. İkinci məsələ. Gəldik bunlara. Bax, burada məsələ nədir? Burada deyir ki, bu yox. Bir dəqiqə bu. Aha. Bizə nə deyir? Torbada 20 qırmızı, 35 ağ və 40 dənə qara top var. Çıxarılan toplardan birinin mütləq ağ top olması üçün torbadan ən azı neçə top götürmək lazımdır? Bax, belə deyək də. Belə eləyirik ki. Aha. Bu sualda sən elə bil ən bədbəxt ehtimalı hesablamalısan. Bu nə deməkdir? Ən bədbəxt ehtimalı. Yəni ola bilər ki, tutalım, sən Mamed müəllimsən, torbadan 60 dənə top çıxardırsan. Torbadan 60 dənə top çıxardırsan. Ola bilər də 60 dənə topun 20-si qırmızı olsun, 40 dənəsi qara olsun. Yəni belə bir hal ola bilər. Ki, bəxtivə heç biri ağ çıxmasın. Çünki tələbə var ki, atır imtahanda ki, müəllim, 10 dənə sualı tapa bilmədim. Atdım, onu da səhv çıxdı. Nəsə o yan bu yan. İndi nə edirik? 60 dənə topun heç biri ağ deyil. Uca bilirəm ki, 61-ci topum ağ olacaq da. Çünki torbadanca ağ top qalıb. Bunu qısa qayda ilə necə eləyirsən? Bax, sənə hansı rəng istəyir? Deyir ki, bir dənəsi mütləq ağ olsun. Ağ rəngi istəmir. Ağdan başqa qalan rəngləri toplayırsan. Ağdan başqa qalan rəngləri toplayırsan. Yəni 20 ilə 40-ı toplayırsan olur 60. 60. Bir dənəsini demir, üstünə də 1 gəlirsən olur 61. Yəni ağdan başqa digər rəngləri toplayırsan olur 60, 1 gəlirəm olur 61. Yəni hansı rəngi soruşursa, ən çox deməli yox. Burada ən az nədir? Yəni belə deyim də, sən mütləq ağ top olsun. Normalda deyərsən ki, bir dənə götürərəm, promay ağ çıxar. Burada ən az deyir. Niyə görə? Çünki mütləq söhbətinə görə. Yəni 100% o deyir, soğan olsun, nəqd olsun. Bax, bu suala baxın, bu sualda tutacaq söhbəti. Deyir, 200 ədəd qızıl pulun 150-si saxtadır. 150-si saxtadır. Deməli, 150 dənə pulum saxtadır. 50 dənəsi həqiqi puldur. Sən nə qədər pul götürməlisən ən az ki, mütləq bir dənə həqiqi pul, qızıl pul çıxsın. Mütləq bir dənə, bax. Həqiqi pul.
150-dən saxta deyil. 150-dən saxtanın 150-dən götürərəm üstünə bir də. Yəni 151-dən götürərəm ki, ola bilər 151-in 150-si saxta olsun ən pis halda. Bir dənə də həqiqi pul olur 151 dənə. 151-dən götürsən 150 saxta ən pis ehtimalda. Bir dənə də həqiqi pul olur 151. İndi əziz dostlar, link atır. Mən sizə yeni linki göndərərəm. Oradan qoşulub bunun ikinci hissəsi ilə davam edirik. Gözləyin, vurum çıxardım hamını. Bunun yerdən 21-ci sual. Bax, deyir ki, nə edirik? Çıxarılan toplardan ən azı 3-ü hökmən qırmızı olsun. 3-ü hökmən qırmızı. Bu nə deməkdir? Qırmızını istəmir. Qırmızıdan başqa qalan rəngləri toplayırsan. Eləyir 45. 3 dənə də əlavə gəlirsin üstünə olur cavabım 48. Bəli. Doğrudur. Görürsünüz, mahiyyətini biləndə əslində çox rahat sualdır. Hindi normalda. Baxırıq nəyə? İndi nə edirik? Bax, bu ən sadə ehtimal məsələsidir. Deyir, torbada 15 qırmızı, 20 sarı və 25 göy top var. Bu toplardan təsadüfi bir top seçilərsə, həmin topun sarı olma ehtimalı. Sarı olma ehtimalı deyil. Ehtimalın düsturu var. Soruşulan halları ümumi hallara bölürsən. Sarın soruşmur. Sarımız 20 dənədir. 20. Ümumi də toplayırsan bunları olur 60 dənə. Yəni olur 60-da 20, bu da bizə verir 3də 1. Tələbə bəzən deyir ki, müəllim 60-da 1 cavablarda yoxdur falan filan. Ehtiyac yoxdur ona. İxtisar aparırsan. Bunlar sadə suallardır. Başqa ekstra. Hə, bax misal üçün bu sual. Bu nə deməkdir? Bu sualla bağlı nə düşünürsünüz? 5 sualdan biri düz ola bilər. 5 variantdan biri düz ola bilər. Bəli, bu bilirsiniz nədir? Yəni, tutalım bir dənə testi bilmirsən informatikadan. İndi məntiqdən çünki elə bir hal ola bilməz. 5 variantdan birini atmalısan da, düzdürmü? 5də biri də, yəni 5də biri düz çıxacaq. İndi, bu o deməkdir. Bunun sonra tələbləri qarışdırır, qatıb qarışdırırlar. Yəni, bir sualı bilməyəndə, məsələn, 4 dənə variantı olsa sualda, bir dənə variantın düz çıxma ehtimalı 4də 1-dir də, yəni 25%. Bu standart bir sualdır. Yaxşı, bir dənə 25-ə baxın. 16-20 neçə faizidir də? Bəli. 20 nəfərlik işçinin 4 nəfəri xaricidir. 4-ü xaricidirsə 16 yerlidir. Da işçilərdən birini müdür təyin edəcəklər. Həmin işçinin xarici olmama nədir? Yəni yerli olma ehtimalı. 4 nəfəri xaricidirsə 16 yerlidir. 16-da 20, yəni 20 16 bölü 20, yəni 20-də 16. 20 nəfərdən 16-sından biri seçiləcək də. Bu da eləyir, ixtisar gedir. Bu qalır nə? 5də 4. O da eləyir 80%. Olur 80%. Yəni bizdən xarici olmama ehtimalı soruşur. Növbəti sual tiplərimiz mərhələli suallardır. 1 mərhələli və 2 mərhələli. Bu nə deməkdir? Baxırıq nəyə? İndi bax, 1 mərhələli və 2 mərhələli. Nədir bizdə məsələ? Baxın, əziz dostlar, bir sualda əgər 1 mərhələli, 2 mərhələli görürsünüzsə, hərəsinin öz düsturu var. Yəni, bunları silim. Aha. Bax, sən əgər 1 mərhələlidirsə, düsturun olur bu. 2 mərhələli olsa, düsturun olur bu. Yəni ki, bunu bəzən imtahanda verir. Yəni, testdə verir ki, filan şey 1 mərhələlidir, peşman. Misal, bu il imtahana nə düşmüşdü? 2024-cü ildə. Bu nə deməkdir? Deyir ki, 11 nəfər qaqaş bir-biri ilə şahmat oynayır. Oyunlar bir partiya olunur. Bir partiyada keçirilir. Yəni, bir mərhələlidir. Düsturun budur da, yəni 11 nəfər adam deyil, yazıram 11 vurulsun, 11-dən 1 çıxanda 10, bölünsün 2, cavab olur 55. Yəni 2024-ün ikinci şansın qəbul sualı. Bu olur belə. Ehtimala yazma salarsınız, sizə ehtimal məsələlərinə bağlı 2024-cü ildə düşən bir dənə sual göstərəcəm. Real Madrid və Qarabağ sualıdır. Futbolla bağlıdır. Çox asan və çox qəşəng bir sual idi.
Onu göstərəcəm az sonra sizə. Bir mərhələli olanda budur, iki mərhələli olanda bu. Düsturu əzbər bilməlisən. İndi məsələ nədir? Mən sizə bir dənə sual verim. Misal üçün məktublaşmaq sizcə bir mərhələlidir, yoxsa iki mərhələli? 2. Bəli. Çünki təsəvvür edin ki, Mamed müəllim əsgərlikdədir. Məktub yazır. Salam ey sevgili Canan, necəsən, nə var, nə yox və s. və s. və s. Bu oldu, göndərdi qız məktubu qıza. İndi qız açdı məktubu oxudu. Birinci mərhələ bitdi. İndi ikinci mərhələ. Qız cavab yazır. Salam, hər şey yaxşıdır, mən nişanlanmışam. Ha, bu olur ki, ikinci mərhələ. Ona görə məktublaşmaq nədir? İki mərhələlidir. Ondan sonra, misal üçün, məktubdur, hədiyyə verməkdir, nə bilim, o vaxtda testlərdə düşür deyə, bir-birlərlə şəkil vermək falan və s. Ondan sonra, yaxud o vaxtı atkritka deyirlər, nə bilim, aktrisa deyirlər, o açıqca, aktritka olmalı, aktritka, hə, ondan. Bir-birlərinə vermək o şeydir. Məsələn, toya pul atmaq bir mərhələlidir, iki mərhələli. 2. Mərhələli olmalıdır. Bəli. Toya pul atmaq da iki mərhələlidir. Sən toya pul atırsan, o da sənə gəlib toyva pul atır. Toyva pul atmayanda gedirsən qapısına, deyirsən pulumu ver. O video var, deyir, şeydir. Bir saata tez 40 manat karta. Tez ol deyirəm. Bu olur iki mərhələli. Bəs, misal üçün, bax, şəkil söhbətidir. Misal üçün, Mamed müəllim bir nəfər adamla danışır. O yazır ki, Mamed müəllim yazır ki, şəklini at. Bu şəkil atır. İkinci mərhələdə də bu dəfə Mamed müəllim özü şəkil atır. Birincidə qız şəkil atmışdı. İkincidə Mamed müəllim şəkil atır. Mamed müəllim şəkil atır deyir, sonraki bax sonrası. Ona görə şəkil atma. Bax bu şeylər nədir? İki mərhələlidir. Ondan sonra bu olur belə. Bəs uşaqlar, bir mərhələli nədir? Bir mərhələlilər oldu ki, bir dəfəlik yatır. Bəli. O vaxtı yox idi da, o vaxtı bir dəfəlik yox idi. O vaxtı yazıb ki, at bax sonrası yazır SS alma, bax Elçibəyin dövründə. İndi bəs bir mərhələli nədir? Bir mərhələli oldu ki, misal üçün salamlaşma sizcə bir mərhələlidir, yoxsa iki mərhələli? Baxır 1. salamlaşır adama. Salamlaşma bir mərhələlidir. Niyə görə? Gəlirəm, deyirəm ki, Valeh müəllim salam. Valeh müəllim mənim salamımı aldı. Verdim, aldı. Bir mərhələdə oldu. Təzədən o mənə salam verir, təzədən mən alıram. Yox. Mən salam verdim, o salam aldı. Düzdür? Ona görə bu olur, salamlaşma olur bir mərhələli. Misal üçün, telefon danışığı. Telefon danışığı da bir mərhələlidir. Telefon danışığı da bir mərhələlidir. Bu nə deməkdir? Yəni, e, misal üçün zəng eləyirəm, telefon çalır, dur, açır, qayıdıb deyirəm, Valeh müəllim salam. Yəni, mən zəng elədim, o açdı, düzdürmü? O açdı. Danışdıq da, yəni mən zəng elədim, o açdı. Bir mərhələdir bu. İndi ikinci mərhələ olsaydı belə olardı. O zəng eləyərdi, mən təzədən açardım. Yəni, bu ehtiyac yoxdur buna. Ona görə də, nə bilim. Bax, bunları mən sizin üçün yazmışam. Qədrimi bilin mənim, baxın. Ən çox istifadə olunanlar bildim. Bilinir ki, bunlardır. Yəni, salamlaşma, sağollaşma və telefon danışma. Bunlar bir mərhələlidir. Bunları bu düsturla hesablayırsan. İki mərhələlər isə budur. Məktublaşmaq, hədiyyələşmək, şəkil vermək, şəkil atmaq və s. Bir də belə bir cümlə yazılıb burada. Oyunlar həm bir mərhələli, həm də iki mərhələli ola bilər. Artıq nədir? Bizə onları şərtdə verəcək. İndi baxırıq suallarımıza. Misal üçün, bax, burada konkret sənə deyib ki, iki mərhələlidir. Yəni, düsturunu verib. Misal üçün, burada deyir bir mərhələlidir, düsturunu verib. 8, enin yerinə 8 qoyursan. Nə bilim, bax, salamlaşma da bilirsən bir mərhələlidir. Hədiyyə almaq iki mərhələlidir. Bunu ki, əzbər bilirsən. Bax, məktub yazmaq iki mərhələlidir. Şeydə, 6-cı sual iki mərhələlidir də. Düsturun budur. En vur, en çıx 1. 6 vur 5 olur 30. Məktub yazmaq iki mərhələlidir. Yəni, bax, burada görürsünüz,
Bu sualda bizə nə deyir? Bu sualda bizə deyir ki, oyunlar bir mərhələli keçirilir. Bax, 8 dənə deyil, 8 vur 7. O 56 2-yə də bölürsən 28. Yox, bir dəqiqə. A, bir dəqiqə. A, B, hə. Burada cavab nədir? 56 2-yə böləndə 28. Hərəsində 28 dənə 28 dənə nə olmalıdır? Oyun olmalıdır. 2 dənə qrupda axı cavab olur 56. A, yox, bir dəqiqə. Mən istəyirəm bir dənə bu sualı özünüz Bəs baxasınız. yekunda var axı. A, nə var? Bəs yekunda var axı. A, işte cavab 57-dir, bəli. Oydu, necə çaşdırır, görürsünüz. Bax, normalda bir mərhələlidirsə, yəni oyunlar bir mərhələli keçirilir. 8 iştirakçı deyil, yazıram düsturuma görə 8 vurulsun 7, bölünsün 2. Eləyir bu 28. 2 dənə qrupdur da, A və B qrupları. Birinci qrupda 28 oyun, ikinci qrupda da 28 oyun keçirilir. Eləyir opşa 56 oyun. Sonda, yekunda final oyunu keçirilir də. Bir dənə də oyun burada gəlir. Olur cəmi 56, o da bir 57 dənə oyun. Düzdürmü? Ona görə bu olur belə. Məsələn, bunlar belə gedir. Bax, telefon danışığı bilirik ki, bir mərhələlidir. Düsturu tapıb axırda alınan cavabı 4 dəqiqəyə vurmalısan. Belə-belə getmək olur. Bundan sonra qəpiyin düşmə ehtimalı. Bu nə deməkdir? Bir qəpiyi 3 dəfə ardıcıl atsaq, bütün atışlarda eyni üzün gəlmə ehtimalı nə qədərdir sizcə? 8-də 1. Çünki bax, qəpiyin hər hansısa bir üzünün düşmə ehtimalı 2-də 1-dir. 3 dəfə atmıram, birincidə 2-də 1-dir. İkincidə yenə 2-də 1-dir, üçüncüdə də yenə 2-də 1-dir. Alınan cavabları bir-birinə vurursan olur 8-də 1. Bəli. Ondan sonra misal üçün domino sualı var. Deyir ki, 28 domino daşından təsadüfi olaraq bir daş seçdikdə seçilmiş daşdakı xalların sayının 3-dən kiçik olma ehtimalını tapın. Dominodakı normal bildiyimiz 6 qoşuya qədər olan daşlar falan və s. 3-dən kiçik olma hansıları ola bilər? Ya ağ qoşadır, Bir dənə düzdürmü? bildir. 0-ın 0-a, ya ağın 1-idir, 0-ın 1-ə, ya 1 qoşadır, 1-in 1-ə, ya da heç nə. 3 dənə deyil, başqa nə Ağ qaldı? da var idi burada. Ağ qoşa, ağın 1-i, 1 qoşa. Müəllim, 2-nin ağı da qaldı axı elə bil. A, 2-nin deyirəm axı, 2-nin ağı da var, hə. Ağın ikisi, oydu, hə, yadımdan çıxdı. Deyirəm axı, 4 dənədir, 4 dənədir, 3 dənə kiçik olan. Bəli, bəli, ağın ikisi yadımdan çıxmışdı. Deyirəm axı, cavab yoxdur. 1-in ikisi olmaz, çünki 1-in ikisi olanda 3-dən kiçik olmur. Ona görə onu götürmürsən. 1-in ikisi olanda 3-dən kiçik deyil axı. 4 dənə deyil, yəni 28 dənə daşın 4 dənəsi. 4 bölünsün 28. Cavab olur 7-də 1. Cəmi, bəli. Daşdakı xalların sayı, xallar deyəndə cəmi götürürsən. Ondan sonra misal üçün qəşəng sualda bu. Mən bu sualı imtahana salaram. Nə düşünürsünüz buna bağlı? Dokuzda 4. Yox. Onda 4, yəni 5-də 2. Cavab Onda bəli. rəqəmi var. 4 dənə də sadə var da. Bəli. 10-da 4, yəni 5-də 2. Çünki rəqəmlər çoxluğu bilirik ki, birinci sinifdə keçmişik ki, 10 dənə rəqəmimiz var. 1-dən 9-a qədər, bir də 0. Deyir ki, sadə ədəd olması. Sadə ədədlər hansıdır? 0-dan 9-a qədər. 2, 3, 5 və 7. 4 dənə də, yəni 10-da 4. O da eləyir bizdə 5-də 2. Bəli. Çünki 0 da rəqəmdir. 0-ı ona görə sayırsan. İkisi eynəkli olmaqla 6 oğlan, 3-ü eynəkli olmaqla 9 qızdan ibarət sinifdən təsadüfi bir şagird seçilsə, həmin şagirdin eynəkli olma ehtimalı nə qədərdir?
Elə 15-də bir hamısı eynəkli deyil bunlar. 15-də, ümumi 15 dənə adam var. 6 oğlan, 9 qız. 15 Hamısı eynəkli nəfərdən deyil mənim. nə deyir? Həmin eynəkli olma ehtimalı. Yox. İkisi eynəklidir. Buradan da 3 eynəklidir. 15-də 5. Cavab 3-də 1-dir. Aa, 3-də 1. Olur belə. Ondan sonra. Misal üçün, bunlar uşaq-uşaq suallardır. İndi sizə bir dənə sual verin. Bu sualı chat bölməsinə yazın. Görün nə düşünürsünüz? Bu şey var idi də, hamısından biri, hərəsindən biri o söhbətdir. Yəni bu bayaqki sual 25-i demirsiniz. Bəli. Bayaqki sual deyil. Evet, cavab. Müxtəlif olanda toplayırdıq, 60. eyni olanda vururduq. Aha. 12 də. Yo, bu hamısından biridir, yoxsa hərəsindən biridir? Şalvar köynək hərəsindən biri. Ha, vurursan da. Hələ bayaq 60'dır cevap. müxtəlif. O deyir, vurmaq lazımdır, ay qəlbi daş. Cavab 60'dır dostlar. Bəli. Çox vaxt tələbə götürür, nə edir? Yazır 3 vur, 4 vur, 3 vur, 2. Eləyir 72. Yazır B bəndi, səhv çıxır. 3 ile 2'ni toplamalıyız. Bəli, halal olsun. 3 dənə ayaqqabıdır, 2 dənə başmaqdır. Hansı 5 dənə sayılır da bir yerdə. 5 dənə ayağıma giyməyə əşyam var. Yəni 3 vur, 4 vur, 5 olur 60. Bəli, ayaqqabı ilə başmaq eynidir. Misal üçün bu sualın yerinə mən olsam yazaram. 3 dənə şalvar, 2 dənə şortik. Olunca 5 dənə götürəcəksən. Düzdür? Hansısa da qaqaşın biri çıxıb Varapuskoya gedən qaqaşın biri də çıxıb deyəcək ki, yaxşı oğlan şortik geyinməz, zad onu götürmürəm. Mən sadəcə Mən də onu deyəcəm. sonra hansı oğlana görə qırğın qiyamət düşəcək. Gəlirik indi bu suallara. Burada konsert sualları var. Burada məsələ nədən ibarətdir? Bax, torbada 5 sarı, 5 göy, 5 qırmızı top var. Bu torbadan təsadüfi 2 top seçilərsə, hər 2 topun sarı olma ehtimalı. Normalda bir dənə topun sarı olma ehtimalı bilirik ki, ümumiyyətlə ehtimalın düsturu birinci sinifdə keçmişik və hər ehtimal göstərim. Anot, yəni ehtimalın düsturu. Soruşulan halları ümumi hallara nə edirsən? Bölürsən. İndi ikinci məsələ. Deyir ki, bilirəm ki, birinci topun sarı olma ehtimalı olur 5-də 15, düzdürmü? Yəni 3-də 1. 5 dənə sarıdır, ümumi 15 topdan 5-i sarıdır. Birinci topu çıxartdım torbadan. Düzdür? Getdi. 5 sarı yox, nə qədər sarı qaldı? Ujet 4 sarı qaldı məndə. İkinci topun sarı olma ehtimalı nədir? Ujet 4 bölünsün. Nə qədər top var 14. ujet? 14 dənə, bəli. Bunu da birinci sinifdə getmişik. Vurub ixtisar aparsan. Bu olur 3-də 1. Burada 3 qalır, burada qalır 2, burada qalır 7. 7 vururuz 21-də 2. Cavab olur C bəndi. Olur belə. Ondan sonra burada misal üçün çıxarılan topların 2 topun birinin ağ, birinin yaşıl olma ehtimalı. Birinci ağı çıxardaq. Ya istəyirsən birinci yaşılı çıxart, fərq eləmir. Ağ olma ehtimalı 5 bölünsün 15. Düzdür? Ümumi 15 topun 5 ağıdır. Ağı çıxartdım. 5 dənə ağı yox, bu qaldı 4 dənə ağ. İndi ikincinin yaşıl olma ehtimalı deyirsə, yaşılım 7 dənədir axı. 7 bölünsün ümumi toplar isə 14 dənədir. Yəni olur 7-də 14. Bunlar vurursan olur 6-da 1. Olur belə. İndi mənim sizə sualım var. Dördüncü suala baxın görək.
B yazmışam ona. Deməli, bax 6 sandığın 3-ündə hədiyyə var, 3-ü boşdur. Əgər 3 sandıq seçmə şansımız varsa, seçdiyimiz cavabı bilmirəm, mən də yadımdan çıxıb. Seçdiyimiz hər 3 Burada sandıqdan ən şanslı hədiyyə. adam Yəni, oluruq da. bəli, Burada ən şanslı adam oluruq. 3-də də bəli, hədiyyə olmalı. burada olur şey, bəli, ən şanslı adam. O 6-da Yaxala. 3, 5-də 2, 4-də 1. Birincidən 6-da 3-dür. 3 hədiyyə varsa 6-da 3. Hədiyyənin birini çıxartdım. Nə qədər sandıq qaldı? 5 dənə sandıq qaldı. Uca 2 dənə hədiyyə vardı içində. 5-də 2. O birisində indi 4 dənə sandıq qaldı ümumi. Bir dənəsində cəmi hədiyyə var. Bir-birinə vurursan, olur 2 vur 3 6 eləyir zaten. Qalır 20-də bir, bəli, B variantı. Fakt Mən ümumiyyətlə ehtimalın faktorialla tapılmağının əleyhinəyəm. Bunu faktorialla tapmaq olar məncə, hə. Aranızda riyaziyyat müəllimi olan varmı? Bunu faktorialla necə taparsınız? Alındı, hə. Necə alınır? Mən tam xatırlamıram, bilmirəm faktorialla necə olacaq. Faktorial çətin üsuldur. 6 faktorial bölünsün 3 faktorial vurulsun 3 faktorial. Amma 6-nı 3 dəfə seçirsən. 6, 5, 3 4. faktorial, 6 faktorial bölmək olardı deyəsən. Yoxsa yox? Yox, alınmaz. Mən Belə başa düşdüm. yaxşıdır. 6 faktorial böl 3 faktorial bildim. Niyə axırda bir dənə 3 faktorial vurursunuz? Onu başa düşmədim. Lan Olur burada yəni 3 zaten. faktorial gedir axı. Şeydir də. Hə, kombinzondur da bu. Hə, 3 boş. Bildim, söv kombinzondur. Hə. Bildim. Düzdür. Kombinzon, bəli. Aranjman deyil, kombinzondur, bəli. Hə, bildim. Mən ümumiyyətlə aranjman kombinzon əleyhinəyəm onun. Çünki bəzən düzdür, çox adam elə öyrədir uşaqlara, amma yəni o biraz tələbələr bəzən qatıb qarışdırır. Nə vaxt aranjman, nə vaxt kombinzondur. 2 ədəd zər atıldıqda alınan xalların cəminin 9-dan böyük olmama ehtimalı. 9-dan böyük olmama deyir. Gəl biz olma ehtimalını tapaq, sonra çıxarıq da olmama ehtimalını tapmaq. Xalların cəmi 9-dan böyük deyirsə, bax, nə olacaq? 6 qoşu ola bilər, düzdürmü? Ya 5 qoşu ola bilər, ya 5-in 6-sı ola bilər, ya da 4-ün 6-sı ola bilər. Başqa yoxdur. Prosta bax 5-in 6-sı ilə 4-ün 6-sının hərəsinin 2 dənə versiyası var da, düzdürmü? 5-in 6-sı və 6-nın 5-i, 4-ün 6-sı və 6-nın 4-ü. İndi, bax, ümumiyyətlə, bir dənə zər atılanda, zərin hər hansısa bir üzünün düşmə ehtimalı 6-da 1-dir. 6-da 1-dir. 6-da 1-dir. İndi, 2 dənə zər atılanda olur 36-da 1. Yəni, ümumiyyətlə, zərin kombinasiyaları 36 dənədir. Yəni, zərin bir dənə üzünün 6 kombinasiyası var, digər üzünün də 6 kombinasiyası var. Vurursan olur 36 dənə. İndi, 36 dənədirsə əgər, bilirsən ki, burada nə qədərdir? Bax, 2, 4 dənə də burada, düzdürmü? Burada 4 dənədir, hərəsinin 2 dənə kombinasiyası var axı. 4, 5, 6. 6 dənə var da burada ümumi. 36-dan 6-sını çıxıram, qalır 30 dənəsini. Yəni 30 dənə də bunlar nədir? 9-dan böyük olanlardır. 30 dənə. Yəni olur 30 bölünsün 36. Yəni 36 ehtimalın 30-unda alınır. Çünki 36 ehtimal 6-sı 9-dan böyükdür. Yerdə qalan 30 dənəsi 9-dan kiçikdir. Olur. Olur belə. Misal üçün,
7-ci sual. Deyir ki, yallı rəqsini oynamaq üçün 3 nəfər qız və 4 nəfər oğlan bir cərgədə. Qızlar yanaşı olmaq şərti ilə düzülməlidirlər. Burada neçə dənə adam var? Normalda deyərsən 7 dənə. 7 dənə adam yox, burada 5 nəfər adam var. Niyə görə? Qızlar O yanaşı iki olmaq. gəlib bunu götürür. Bəli, elə ki 4 dənə oğlan var. 1, 2, 3, 4. 3 nəfər də qız var axı. 1, 2, 3. Amma qızların üçü yanbayan olmalıdır. Sən qızların üçünə bir adam kimi baxmalısan, düzdürmü? Qızlar bir adam olmalı. İndi qızlar əgər bir adamdırsa, mən nə edirəm? Nə qədər adam var? 4 burada, 1 də burada. 5 nəfər adam var. 5 nəfərin yer dəyişməsi normalda olur 5 faktorial. Vurulsun axı bu 3 qızın öz aralarında yer dəyişmələri var. Düzdürmü? 3 nəfərin yer dəyişməsi nə qədərdir? 3 faktorial. 5 faktorial 3 faktoriala vurursan. Eləyir 720. 720. Tamam. Çünki burada 4 oğlan 3 qızı bir qız kimi götürsən də 1 nəfərdir bunlar. Olur 5 nəfər adam. 5 nəfər adamın yer dəyişməsi 5 faktorial. 3 qızın öz aralarında yer. 3 qızlar yanbayan olur. Amma qızların öz aralarında yer dəyişməsi var axı. Biri deyir mən ortada olmuram, biri deyir mən solda olmalıyam, biri deyir mən orada olmalıyam və s. Olur belə. Ondan sonra 8-ci sualla bağlı nə düşünürsünüz? Y variantını. Aha. 3 rəqəmli ədəd deyib. 1, 2, 3. 10 dənə rəqəmimiz var. Sıfırdan başlamaz. 9, 9, 8. Bayaqki sualdan bəli 9, 9, 8. 10 dənə rəqəmimiz var. 81-i 8-ə vursan bəli olur 648. Müəllim, altın demişdiniz. Altın yox. Deyim. Hə. Yallı rəqsini oynamaq üçün 3 nəfər qız və 4 nəfər oğlan bir cərgədə oğlan, qız, oğlan, qız, oğlan, qız düzülməlidir. Bu neçə müxtəlif formada düzülə bilər. Bax birinci cərgədə birinci ya oğlanlar. Yəni nə qədər oğlan var? 4 dənə. Sonra gəlir qız. Qız nə qədərdir? 3 dənə. İndi oğlanın biri çıxdı da nə qədər oğlan qaldı? 2 dənə. Sonra qız. Yenə 3 qız da dənə 2 yer. dənə qalır. Oğlan bir dənə, 3 qız da dənə bir dənə. qalmamışdı. Bir dənə görün nə olacaq cavab? 12, 24, 40. Yoxa bir dəqiqə. Düz gəlmədi axı bu. Oğlandan 7 birini nəfər çıxanda adam. 4-dən bir çıxanda 3 qalır. Deyirəm axı. Hə, hə, hə. Bəli. 4 oğlan, 3 qız. Bayaqki belə deyim də oğlan 4, burada 3, burada 2, burada 1 oğlan. Burada 3 qız, 2 qız, burada 1 qız. 4 vur 3 vur neçə eləyir? 12, 36, o da 144. Bəli. Mən sizi yoxlayırdım. Olur belə. Bir dənə bu arada bir şey deyim. Ehtimal məsələlərində testdə cavablarda 5-6 dənə cavabda səhv var. 5-6 dənə səhv var. 5-6 dənə səhv var. Və tema nədir? İzahlarda düzgündür. Bir dənə bu sualı mən video izahda səhv izah eləmişəm. O da nətər olubsa, yəqin fikrim başqa yerdə olur ya nəsə. Beytdən Burada çıxanlar çıxmış. tərsini eləmişəm. Bu belə olmalıdır əslində. 4 məktub 6 poçt qutusuna neçə fərqli şəkildə atıla bilər? Bax, birinci məktubu neçədən qutuya atmaq şansım var? 360 deyil ki. 6, 5, 4, hə, bəli, 360 olur. Birinci məktubu 6 poçt qutudan birinə atacaqsan. Atdın bir dənə qutuya. İkinci məktubu 5 qutudan birinə, o birisini 4 qutudan birinə, o birisini 3 qutudan birinə. 6, 5, 4, 3.
Bu bir çox mərhələli. Bu Yox, bu mərhələli deyil məktub ümumiyyətlə. deyil. Bu poçt qutusuna atmaqdır. Bu mərhələ Məktubu başqadır. göndərib Mərhələ geri alınır. oyunlardır. Oyun, yəni şey, deyək ki, misal üçün, filan kəs oyundur. Bax, o mərhələ söhbətini deyir sənə. Mərhələlər orta səviyyənin əvvəllərindədir. Burada nədir cavab? 5/4. Bəli. 5 variantlı, yəni 4 dənə sualın var sənin. 5 dənə variantı var hər sualın. Birinci sualın 5 dənə variantdan birini atacaqsan. O birisində də 5 dənə variantdan birini atacaqsan. O birisində də 5 dənə variantdan birini, o birisi sualda da 5 dənə variantdan birini atacaqsan. Olur 625. İndi, misal üçün, burada başqa, hə, möhtəşəm bir sual. Və bu sualı tapana halal olsun. İzahları var, göndərəcəm dərsdən sonra. Bir dənə o poçt qutusu izahda səhv izah eləmişdim, onu da burada dedim. Bir dənə birinci söz olur da, yerdə qalanlar Ləman 3, 3, 3. 24, aha, bəli, 108 olur cavab. Bəli, 108 olur. Bax, 4 dənə rəng deyil. Birinci yerə 4 rəngdən birini yazdım. İndi, ikinci yerə artıq o rəngi yazan mənəm də artıq 3 dənə rəngdən birini yazmalıyam. İndi üçüncü yerə yenə 3 rəngdən birini yazmalıyam. Tamam, bax, məsələn, mən birinci yerə yazdım, nə bilim, ağ, məsəl üçün. İkinci yerə ağ yazan mənəm də, ya qırmızı, ya mavi, ya sarı yazmalıyam. 3 rəng qalır. Tamam, yazdım, məsələn, qırmızı. O birisi yerə artıq təzədən yenə 3 rəng yaza bilərəm də. Qırmızıdan başqa hamısı, yəni ya ağ, ya mavi, ya da sarı. Yəni yenə də bura 3 rəng. İndi bura 3 rəng yazmış, hər hansı bir rəngi yazmışamsa, burada yenə o rəngdən başqa hamısını. Yəni yenə 3 rəng. Bir-birinə vurursan olur 108 ədəd. Bəli, 4 vur 3 vur 3 vur 3. Doğrudur. Ehtimalda məncə ekstra bir şey. Bəli. Bax, bu suala da baxın. On 12'də 1. Yox. Gəlin baxaq, əziz dostlar. Cavab mənim yadımda D bəndi qalıb. Bir də hesablayaq.
Bax, 4-ə 17 dəqiqə işləmiş xarab olur. Yalnız həmin indi bir dənə sual verim. Adam 4-ə 17 dəqiqə işləmiş, belə deyim də, bir gün ərzində, bəli, 4-ə 17 dəqiqə işləmiş saat 2 dəfə ola bilər də. Biri var günorta, biri var gecə, düzdürmü? Günorta və gecə. Normalda divar saatı deyirsə 12 saatdır divar saatı. 12 saatda 60 12 saat neçə dəqiqədir? 12-ni 60-a vururam, eləyir 720. Və bu 720-dən ikisini düz göstərir də, düzdürmü? Aha, 720 dənədir 12 saat. Bir dəqiqə, bir dənə burada 24 saatı, bircə dəqiqə, bircə dəqiqə, bircə dəqiqə. O şeydir, qabil demişəm. A, B variantı getdi. Bir gün 24 saatdır. Divar saatında 12 saat var. Ha, 720-də 1 olacaq, düzdür, düzdür. Bir gün sonra bax, bir gün 24 dənə saatdır, 24. 24-ü vuram 60 olur 1440. 1440. Bu 1440-da 2 dəfə düzgün göstərir də, düzdürmü? 2 dəfə düzgün. Bəli, bəli, 2 dəfə düzgün. Olur 1442, o da olur 721-də 1. Niyə görə dəqiqəyə çevirir? Çünki 4-ə 17 dəqiqə işləmişdir də sənə. Yəni bu 4-ə 18 dəqiqə işləmiş olsa o şey yanlış olacaq. Vəsə bəli. 12 saatda bir dəfə göstərir, o da 720-də bir vəsə da. Bəli, əsəbləşməyin. Bu olur belə, düzdür, düzdür, düzdür. 24-də çünki biz 24 saat ərzində 2 dəfə eyni şeydir də. 1440-da 2, o da 720-də 1. 720-də 1 olur. Bax qəşəng sual idi. Elektron saat olsaydı nə olacaqdı? Nə olsaydı? Elektron saat. Elektron saatda heç nə, 1440-da 1. Çünki bax, divar 24 saatdır bir gün, 24-də 60-a vururam. Eləyir 1440. Bu 24 saat ərzində 2 dəfə eyni vaxtı göstərdi divar saat. O belə bir sual var, deyir, o nədir ki, o nədir ki? Misal üçün, həmişə yanlış olur, amma bir gündə 2 dəfə doğru cavabı verir. Yox, daha deyir ki, o nədir ki? Yo, Bir deyir o gündə 2 sualı dəfə sual versən, 2 dəfə eyni cavabı ala bilərsən. hə, o bəli. 2 dəfə sual verirsən, 2 dəfə düz cavabı alırsan. Əslində belə bir şey, özünüz başa düşdünüz. Bir saat neçədir? Çünki günorta və gecə var. 24 saat ərzində 2 saat, 2 dəfə vaxtı göstərir. O da olur 720-də 1. Əsəbləşmiyor, heç nə. İndi bitdi, heç nə, bu qədər. Link sona çatır. Sağ olun, gəldiyiniz üçün gələn ayaqlarınız var olsun. İzahları da az sonra göndərəcəm qızıl qaydalarla birlikdə. Nə sualınız olsa yazıb məni narahat eləməyin. Zarafat edirəm. Nə sualınız olsa yaza bilərsiniz. Gecəniz xeyrə qalsın. Rekordu da göndərəcəm. Tamam. Sağ olun.